xəbərləri Ağdam rayon İcra Hakimiyyətinə istinadən xəbər verir ki, Ağdam rayon İcra Hakimiyyətində xidməti müşavirə keçirilib. 14 mart 2025-ci il tarixdə Ağdam rayon İcra Hakimiyyətində kənd təsərrüfatının siyahıya alınmasına həsr olunmuş xidməti müşavirə keçirilib. Müşavirədə Ağdam rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, aparatın əməkdaşları, Ağdam rayon Statistika İdarəsinin rəisi Xosrov İsmailov, İnzibati ərazi dairəsi üzrə nümayəndələrin, idarə müəssisələrin əməkdaşları iştirak etmişlər. Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov çıxış edərək 2025-ci il iyulun 15-dən avqustun 15-nədək keçiriləcək kənd təsərrüfatının siyahıya alınması ilə əlaqədar hazırlıq və onun keçirilməsi üzrə tədbirlərin vaxtında və mütəşəkkil yerinə yetirilməsi, qarşıya çıxan çətinliklərin operativ sürətdə aradan qaldırılması, siyaha alınmaya cəlb olunacaq təlimçi nəzarətçilərin və sayıcıların vaxtında müəyyənləşdirilməsi ilə bağlı aidiyyatı tapşırıqlar və tövsiyələr verib. Polad Rüstəmli, Şəbnəm Aslanlı, Ağdam xəbərləri.